Cavad xan haqqında məlumat. Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. Cavad xan 1748-ci ildə Gəncə şəhərində anadan doğulub. Gəncədə 16-cı əsrdən hökmdarlıq etmiş, ilk 9 qızılbaş tayfalarından biri olaraq Qacarların bir qolu sayılan Ziyadoğlular nəslindəndir. 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuş Şahverdi xanın oğludur. 1786-cı ildə hakimiyyətə gələn Cavad xanın dövründə 1786-cı ildən 1804-cü ilə qədər Gəncə xanlığı daha da möhkəmlənir və inkişaf edir. O xaricdən asılılığı azaltmaq məqsədi ilə xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir, yaşayış binaları, karvansaraylar, məscidlər tikilir. Xan sarayında alimlər, şairlər məclisi toplanır. Cavad xan həmin dövrdə bir-birini sürətlə əvəz edən mürəkkəb hadisələr fonunda fəal siyasi fəaliyyət aparırdı. Yaxınlaşan Rusiya təhlükəsi qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərini istifadə edərək anti-Rusiya koalisiyasını yaratmağa çalışır. Lakin həlledici anda onlardan dəstək ala bilmir və güclü düşmən qarşısında tək qalır. 19-cu əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ keçirmək qərarı alır. İmperiyanın Qafqazdakı canişini general Sisyanov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır. Ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdəndir. Sisyanov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də rədd cavabı alır. 1803-cü il noyabrın 20-sində onun komandalığı altında Rus ordusu Tiflisdən Gəncəyə üzərində yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır. Gəncə şəhərinin 2 qat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir müddət hücumları dəf etmək imkanı verir. 1804-cü il yanvarın 3-də Rus ordusunun 2 istiqamətindən şəhər üzərinə gələn güclü hücum başlanır. 3-cü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin 2000-dən çox müdafiəçisi öz həyatını itirir. İşğaldan sonra Gəncə şəhərinin adı dəyişdirilərək Çar bir Aleksandrın arvadı Yelizavetanın şəhərində Yelizavetpol adlandırılır. 1826-cı ildə Cavad xanın digər oğlu Uğurlu xan Gəncəni azad etməyə nail olur. Lakin Rus ordusuna dəstək üçün əlavə qüvvələrinin gəlməsindən sonra şəhər yenidən rusların əlinə keçir. Cavad xan Gəncədə Şah 1. Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası zamanı onun məzarı dağıdılır. Lakin xalq bu qəhrəman övladının cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayır. 1990-cı il martın 27-sində Cavad xanın nəşi öz əvvəlki yerində torpağa tapşırılır və üzərində məqbərə ucaldılır.